Bud çanaq protezi nədir? Bud çanaq protezi oynağın sıradan çıxmış, dağılmış, artroz olmuş və yaxud da çıxıq olur bəzi xəstələrdə. Oynaq səthini çıxardıb yerinə xüsusi materiallardan hazırlanmış protezin qoyulmasıdır. Bu bud çanaq oynağı protezi əməliyyatıdır. Bud çanaq protezi materialı tərkibi kobalt və xromdan olur. Arasında isə yüksək sıxlaşdırılmış polietilen deyilən bir material olur. Protezin özü xəstənin yaşından, çanağın quruluşundan, xəstəlikdən asılı olaraq dəyişir. Bud çanaq oynağı protezinin ən çox verilən suallardan biridir ki, hansı yaşda protez eləmək olar? Protezin ömrü nə qədərdir? Protezin material olaraq metal hissəsinin ömrü ömürlükdür. Amma onun arasında olan polietilen ki var, bu polietilen yeyilir deyə bəzən protezi dəyişmək lazım olur. Bəzən sümüyün aşınması nəticəsində protezin yerindən oynaması olur, onu dəyişmək lazım olur. Ona görə protez əməliyyatını, əsasən də bud çanaq oynağı protez əməliyyatını maksimum gec eləmək daha məsləhətlidir. Ortalama yaş 65 üzəridir. Amma bəzi xəstəliklərdə biz 30 yaşında, hətta uşaqlara da protez əməliyyatı icra olunur. Protez əməliyyatından sonra nə vaxt durub gəzə bilərik? Belə bir sual da var. Bu sualın cavabı ondan ibarətdir ki, xəstələrin 99%-i səhəri gün və ya ondan bir gün sonra, yəni 2 gün sonra. Ümumiyyətlə, bu əməliyyatdan sonra yataqda qalmaq olmaz. Əsasən də protez əməliyyatının məqsədi bəzi sınıqlarda, yaşlı adamlarda xəstəni tez aktivləşdirməkdir. Bu da ya səhəri, ya birisi gündən olur. Amma bəzi sınıqlı cərrahi əməliyyatlarda ki, sınıq nəticəsində biz acetabulum deyirik, onun sınıqları da bir yerdə olanda, o sınıqların bitişməsini gözləyirik, təxminən 4 həftə, amma yenə də aktiv olur xəstə. Ayağını yerə basmasa da oturması, yerində hərəkəti hamısı olur. Amma protez əməliyyatının, klassik protez əməliyyatından bir gün sonra xəstələr yeridilir.